Bir daha salamlayıram sizləri. Mən bir daha bu Məmməd Bağır deyilən qəbristanlıqdan hələ ki çıxmamışam, hələ ki öz çəkilişimi aparıram. Bir fikir verin bu qəbristanlığın içindeki balotaya. Da buraya çək. Buyurun, yəqin ki görsəndik. Bura ən qədim, əslində Maçdağının ən qədim yerləri. Ən qədimi bilmək üçün Maçdağı qəsəbəsinin həttinin artıq qədim olduğunu qəbristanlıq bildirir. Və həmin qəbristanlıq bu günləri artıq yox olmaq vəziyyətindədir. Buradakı deməli qəbirlər suyun içindədir. Burada heç bir tədbir görən yoxdur. Heç burayla maraqlanan da olsa, burada yenə sağ olsun Bakı Abadlıq gəlib burada nasoslar qoyur. Nasosun suları, həmin burası sular, qurut sularını aparır vurur. Yerdən çıxan qurut suları da demək olar ki, aparır vururlar kanala. Yəni sağ olsunlar da, ürəkləri yanır. Amma yerli əhali bir qərara gəlmirlər, bir yığılıb bir yerə gəlmirlər ki, öz dərdlərini, problemlərini gedib icra aparatına müraciət edib və bu barədə heç olmasa qəbristanlıq barədə. Halbuki qəbristanlıqda tarixi çəkmək üçün, tarixi işıqlandırmaq üçün, ictimailəşdirmək üçün qəbristanlıq ən böyük bir vasitədir. Yəni ki, orada yazılır axırıncı ilk dəfə kimlər yaşayıblar burada, kimlər yaradıblar, yaşayıblar, onların qəbirlərinin şəkillərini çəkmişik bir vaxtlar və həm deməli Ağa Mehdi Hadi kanalında biz bir para işləri deməli işıqlandırmışıq. İndi həmin qəbristanlığın yaxınlığında bir dənə qəbristanlıq var. Həmin qəbristanlıqdan çəkiliş edirəm. Bax, qəbristanlığımız bu vəziyyətdədir. Mən çalışacağım ki, nə qədər ömrüm var bundan belə ictimai təşkilatlar vasitəsilə, onların köməkliyi ilə çalışaram. Onların köməkliyi ilə icra hakimlərini və başqa əlaqədar təşkilatlara yol tapıb bu məsələni qismən də olsa həll edeyim. Əssalam, bu qədər. Hörmətlə, əziz və